Günlərin bir günü molla tanışlarından birinin evinə qonaq gedir. Ev sahibi biraz semic adam imiş. Evdə bişmiş xörək olmadığından gətirib mollanın qabağına bir qab təzə kərə yağı, bir qab da bal qoyur. Molla ilə ev sahibi işə başlayırlar. Çörəklə yağı yeyib qutarırlar. Amma molla doymur axı. Görür yağ qutardı, amma bal hələ durur. Molla çörəksiz zadsız barmağını salır bal qabına, başlayır yavaş-yavaş ləzzətlə yalamağa. Bunu görən ev sahibinin canına vəlvələ düşür. Balın getdiyini görüb dözmür, deyir: "Ay molla, o balı elə yavan-yavan yemə. Çox şirindir, ürəyimi yandırar ha." Molla barmağını yalaya-yalaya ev sahibinə baxır, bığaltı gülüb deyir: "A kişi, sən narahat olma. Kimin ürəyini yandırdığını elə Allah özü yaxşı bilir."